Herkese salam. Soğuk Kanada'dan, Toronto'dan. Bu günlərim sizə yerli havanı göstərmək istəyirəm. Bizdə yaxşı qar yağıb. Mən də ki bilməyib işə gəlmişəm. İş günlərim yoxmuş. Amma sürüb gəlmişəm. Ona görə dedim yolda çəkim sizə göstərim. Kanada'nın yollarını. Bu biraz Toronto'dan şimala yerləşən bir şəhərdən indi. Gördüğünüz kimi maşın qalıb içəridə. Polis yanında dayanıb. Maşın bir öbürü çıxıb yoldan. Və bizdə qar yağanda ilk günlər qarı təmizləyə bilmirlər yaxşı. Ona görə belə avariyalar, ondan sonra problemlər olur yollarda. Ama biraz sonra hər yer təmizlənəcək, hər yer təmiz olacaq. Amma hal-hazırda qar çoxdur və qış təkərləri əlbəttə ki kömək eləyir. Məsələn, mən qış təkərləri alıb qoymuşam maşına. Ona görə rahat gedirəm bu yoldan. Amma maşın yəni ki adi sedan maşın, yəni 4-4'e değil de yəni adi arxa iki təkər gələn maşın yəni ki. Belə işte. Baxın, görün. Hər yer necə qəşəngdir. Şəhərin adı Stouffville. Toronto'dan 20-30 kilometre belə 25-30 kilometre aralda yerləşir şimalda. Yəni yaxında yerləşir belə deyək. Və probka olmasa bir yarım saata çatmaq olur, amma indi bu havaya görə 1 saat göstərir. Baxın, bir dənə maşın çıxıb sürüşüb çıxıb yoldan qırağa. İki maşın gördük yolda avariyayla. Avariya değil, prosto sürüşüb çıxıblar şöyle. Yani öyle bir-birinə vurmayıblar da arası. Amma ümumiyyətlə hava yaxşı deyil də belə deyək. Belə havada çalışırlar. Yəni adamları evə tez bıraxsınlar məsələn. Ya desinlər ki, məsələn, bugün evdən işləyir. Bizə də yazıblar, mən prosto görməmişəm. Ona görə gəlmişəm buraya. Yəni fikir verməmişəm belə deyək. Buraya gələndə də probkaydı yol. Qıpqırmızıydı. İndi hələ ki, məsələn, getdiyimiz yerlər normaldir. Problem yoxdur da bunun. Rahat gedirik. Normalda bu yol 80'lık yolda, indi 50 ilə gedirik. Qara görün. Mən belə videolar yazmamışam. Fikirləşdim də belə bir şey deyiləm olar. Göstərim sizə yolları, necə sürürük burada, nə edirik. Benzin qiymətlərindən danışmaq olar. Kanada benzin qiymətləri hər gün dəyişir.
Hətta səhər və axşam belə qiymət fərqli olur. Axşam benzin daha ucuz olur adətən. Səhər isə daha baha olur. Niyə görə deyirlər? Çünki adamlar işə tələsəndə məsələn və benzin yoxsa almalıdır da benzin. Amma axşam üstü rahat gedirsən, yəni heç yerə tələsmirsən, ona görə benzin qiyməti daha ucuz olur adətən. Az adam yəni ki almaq istəyir. Ya da imkanları var, başqa yerdə alsınlar məsələn. Və sezona görə benzin qiyməti dəyişir. Məsələn, yayda daha ucuz olur benzin. Çünki qışda nəsə vururlar benzin əlavə, ona görə daha baha olur. Dəqiq bilmirəm niyə görə, amma bir 10 sent fərq eləyir. Bizdə indi 1 litr benzin Kanada dolları ilə 1.25, yəni 1.30 arasıdır. Yəni 1 dollar 30 sent, yəni 1 dollar 20 sent belə deyək 1 litr üçün. Bu adi benzindən söhbət gedir. Premium benzindən söhbət getmir. Premium benzin normalda 15-20 sent daha baha olur. Bundan xoşuma gəlir belə qarlı hava. Biraz fərq eləyir də hər yerdə. Bax da hər yer. Qəşəng olur. Ləzzət eləyir belə hava. İndi biz bu Markham şəhərinə yaxınlaşacağıq. Bu da balaca şəhərdir, belə deyək. Torontonun yanında yerləşən balaca şəhərlərdən biriləridir, belə deyək. Markhamda çoxlu Asiyalı, əsrli adamlar yaşayırlar. Məsələn, Çinlilər çox sevir Markhamı. Koreyalılar da var, daha çox Çinlilər. Göc. Torumuzu gec bastım ona görə. Vaxtında dana bilmədik. Şimdi arxadan mənə vurmasınlar, burada dana bilim. Dönmək üçün adətən normalda dönürəm, amma şimdi gözləyirəm bütün maşınlar hamısı keçsin. Çünki birdən yavaş döndüm, o birisi gəlib vurdular ona görə. Ben biraz yavaş geldim ki normal dönüm. Belə bir qanun da var ki, hər öz evin qabağını təmizləməlidir qardan. Görürsünüz, bu qardaş evin qabağını təmizləyir qardan. İndi onu təmizləməsə məsələn və kimsə onun evin qabağında yıxılsa və sürüşsə məsələn qara görə, onu məhkəməyə verə bilər ki, təmizləməyib evin qabağını. Yəni hətta evin qabağındakı məsələn səki hansı ki adamlar üçündür, onu belə təmizləməlidir. O hər adamın üzərinə düşür, belə deyək. Ev sahiblərinin evinə düşür, üzərinə düşür bu iş. Ona
görə məsələn təmizləmə yaxşı. Abi bu tərəfdən indi görəcəksiniz, sağ tərəfdə görürsünüz, burada təmizləyir. Solda bir nəfər də təmizləyir. Hamısı çıxıb təmizləyəcək. Bu qış vaxtı ev sahiblərinə yəni ən belə də çətin iş budur. Yəni səhər axşam üstü durursan, işdən sonra gəlib evin qabağındakı qarı təmizləməlisən. Sonra duz səpməlisən. Yəni adam belə deyə də yaxşı məşqdir, amma məsələn qoca adamlar üçün çətin işdir də belə nəsə eləmək. Biz qaldığımız ev belə deyə də balaca bina evidir. Ona görə bizim bina elə bil özü başqa bir şirkət götürüb işə və o şirkət bizim qarımızı təmizləyir, duz səpir və s. Yəni bizə ev sahiblərinə ehtiyac olmur nəsə eləməyə. Amma biz onun üçün aylıq pul ödəyirik. Amma ki, belə evlərin sahibləri, onlar yəni belə bir dəfəlik xidmət kimi kiməsə zakaz eləsələr ki, gəlib qarı təmizləsin, ən azı $50, $100, $150 arası ödəyəcəklər bir dəfə təmizləsinlər. Yəni bu qar da hər gün düşür də. Yəni hər gün olmur qar, amma olan günlər arada olur ki, məsələn 2 həftə, 3 həftə bir arabada qar yağır. Ona görə adamlar çıxıb özləri təmizləyir. İndi özlər Kanada biraz iqtisadi baxımdan vəziyyət biraz ağırdır. Ona görə adamlar özləri çalışır, nəsə eləsinlər, evlərin qabağını təmizləsinlər. Çox adam evdədir, görürsünüz, maşınları evlərin qabağında, yəni işə getməyiblər, harası getməyiblər. Yəni evdə qalırlar bir günləri. Bizdə haradasa belə soyuq havalar başlayırsa bir-iki ay əvvəl başlayıb haradasa, yəni bir ay əvvəl ola bilər. Biz dekabrda indi, dekabrın məsələn 12-sidir bu gün. Belə bu illərim deyirlər, soyuq havalar bizdə başlayacaq. İlin elə bir qışın əvvəli ilk yarısı daha soyuq olacaq, nəinki ikinci yarısı. Görəklər, indi hələ ki düzdür belə deyək. Görə ikinci yarısı isti olsa yaxşı olar. Bu vaxtlar indi bizdə dekabr ayı bayram, adətən bayram ayı sayılır. Çünki bizdə bu Christmas, yeni il, bunlar qeyd olunur. Ayın 25-i bizdə Christmas'dır və 31-i yeni il. Yeni il burada ailəvi bayram sayılmır. Burada yeni il daha çox cavanlar məsələn gedir diskotekaya, rəqs eləməyə, bara belə. Amma Christmas burada ailəvi bayram sayılır. Əsasən belə Kanadada adamlar xoşlayır belə evlərdə yaşamağa. Bu evlərin qiyməti də indi bahadır olması. Yenə də düşüb qiymətlər, amma yenə də belə biraz bahalıdır da belə deyək. 1 milyondan yuxarıdır bu evlərin hamısı. 1 milyon yarım belə, 2 milyon. Belə bina evləri daha ucuzdur, əlbəttə ki. Məsələn 500, 700, 750 min arası olar. Daha bahaları da var, əlbəttə ki 1 milyonu keçənlər də var. Amma adi evlərdən söhbət gedirsən, belədir yəni qiymətlər arasında. Gəldi, çox da probkaya vurur. Daha böyük yoldur gördüyünüz kimi və bu yola çıxan kimi probka başladı. Probkada gedəcək yavaş-yavaş. Bakıda indi olsaydı hamı çıxardı çölə, qar topu oynamağa da sizə
bayram olur yəni ki, belə qar yağanda. Bizdə isə yəni adi gündür, qar yağıb. Heç bir fərqi yoxdur. Bu gün daha çox qar yağıb. Yəni gördüyünüz kimi ağacların üstü də qar olub. Adətən ağaclarda olmur qar. Məsələn yerdə olur, amma ağaclar düşmür. İndi lap qəşəng olub günlər. Yəni şimalda əlbəttə ki, qar daha çox olur. Biz tərəfdə Toronto cənubda yerləşir, nə belə deyək. Buradan yəni həm Amerikanın sərhədinə Niagara şəlaləsidir. O da bizdən hardasa bir saat yarım aralıda yerləşir. Ora artıq Amerikanın sərhəddir. Yəni bir saat yarım da ki bizdə adi bir şey sayılır da getmə. Bir saat yarım yəni nə bilim indi Bakıdan Sumqayıta yəni ki elə bir saat yarım olar yəni ki sürməyə. Belə təsəvvür edin ki, Sumqayıt tərəfdə Amerika yerləşir, burada isə Kanadadır. Biz o qədər yaxınıq sərhədə. Ümumiyyətlə, Kanadada şəhərlərin çoxu Amerikanın sərhədi ilə yanında yerləşir. Çünki daha istidir və Amerika ilə ticarət imkanları var. Ona görə belə bir şey var. Biraz da burada çəkim, böyle şəhərin belə deyək, daha yaxınlaşırıq şəhərə. Gördüyünüz kimi binalar daha böyük olur. Bura Scarborough şəhəridir, belə deyək. Scarborough Toronto'nun rayonlarından biridir məsələn. Fikirləşin. Bakıda, məsələn, Bakı şəhəri və məsələn Monsen və başqa bir rayon, məsələn 8-ci mikrorayon, bilmirəm. Belə rayonlar da, məsələn Bakının rayonları, amma yəni rayon deyil, şəhərin içindədir. Amma yenə də mərkəz deyil də. Bura da belə, məsələn Scarborough Toronto'nun məsələn rayonlarından biridir. Biz burada da gedirik. Görürsünüz, burada da yollar yaxşı vəziyyətdə deyil. Hələ tam təmizlənməyiblər. Başqa sizə maraqlı video yaza bilərəm. Məsələn, Kanadanın məktəb sistemi ilə bağlı. Mən burada qızım məktəbə gedir, o birisi qızım bağça gedir. O ümumiyyətlə təhsil sistemi ilə bağlı video hazırlaya bilərəm ayrıca. Sonra hansısa belə maraqlı ağlıma nə gəlir belə məsələn Kanada ilə bağlı. Qabağımızda körpün üstündə maşın körpüsüdür. Körpüsüdür. Nə bildim, qatar körpüsüdür. Qatar körpüsüdür, adi maşın körpüsüdür. Elə qışda Kanadada yəni belə olması heç bir belə maraqlı bir şey yoxdur. Bir də yəni gelib xizək sürmək var, belə şeylər var. Onları qeyb eləmək olar, amma belə başqa heç bir maraqlı bu qədər şey yoxdur gələnlər. Yəni kinoya gedə bilərsiniz. Hansısa bir oyuna gelip baxa bilərsiniz, hansısa bir konsertlərə. Bunlar da biraz pahalı şeylərdir, yəni xizək sürmək var. Hər gün getməyəcəksən belə işlərə. Ona görə bizdə
qış vaxtı hamı çalışır getsin cənuba tərəf. Cənub yəni ki Meksikadır. Əsasən Meksika gedirlər. Floridaya gedirlər, məsələn Amerikada Florida. Həm Dominikanaya gedirlər, Costa Rica. Kuba o qədər də yox. Kuba indi orada vəziyyət ağırdır. Zibillə yaş təmizləmirlər, bilər suzad olmur. Heç Kubaya görə getmirik. Başqa yerlərə məsələn orada hazırda temperatur +30'dur bizdə. İndi 0 dərəcədir. Qış təkərlərini almayanlar adətən də belə sürürlər. Yəni qorxurlar ki, məsələn sürüşəcəkdir maşınları. Çünki qış təkər almırlar. Yox, bu şeydir. Kimsə rəhmətə gedib və bu maşınlar bunun arxasıca gedir. İndi qabaqda görəcəksiniz ki, bu maşın, məsələn, qara maşın, bu kimisə maşını aparır da, bastırmağa. Bu adamlar da oyla gedirlər, arxasıyla gedirlər. Ona görə işıqları yanırdı. Bir yerdə sürürlər ona görə. Bildim ki, sürüşəcək maşına görə arada belə yandırdılar. Maşın sürüşəndə. Məsələn, işləməyəndə belə. Görürüm ki, bir neçə dənə maşın. Ümumiyyətlə, Toronto Kanadanın böyük şəhəri sayılır. Buranın əhalisi 3-4 milyon adamdır yəni. Bütün Toronto yəni belə deyilər, bu yanındakı rayonlarda nəzərət tuturam. Yəni, məsələn, ətrafdakı şəhərlərdə nəzərət tuturam. Kanadanın ən böyük şəhəri sayılır. Baxın, yoldan solda yol təmizləyir maşınlar var. Keçdilər. 3 dənə alır. Dalbadal gəlirlər bir-birinin arxasıca. Biri duz səpir, biri təmizləyir belə. Yəni, bütün yolları belə təmizləməlidirlər axşamı kimi. Axşam normallaşacaq. Bu qar gün ortaya kimi deyilər yağacaq, ondan sonra dayanmalıdır. O vaxta kimi də təmizləsələr yolları, axşam üstü normal təmiz olacaq yollar. Bir gün gəlib, məsələn, mərkəzi çəkə bilərəm sizə, belə maraqlıdırsa, məsələn, baxmağa Toronto mərkəzinə. Çünki bura mərkəz deyirlər, qırağdadır biraz. Çünki burada mərkəzə bir 15-20 dəqiqəlik yol. Maşınlarla bağlı başqa, məsələn, maraqlı şey istədim. Kanadada Çin maşınları yoxdur ümumiyyətlə. Belə deyək, o qədər yüksək tariflər var ki, gətirə bilmirlər belə maşınlar. Yəni 100% kimi, 100%-ə qədər tarif var. Məsələn, maşın qiyməti 20 minsə, 20 mində üstünə tarif qoyacaqlar, 40 min olacaq. Ona görə gətirə bilmirlər. İndi Çin də ona görə Kanadanın eksport etdiyi, məsələn, soyadır, başqa məhsullara tarif qoyub. Ona görə Kanadanın fermerləri əziyyət çəkir ona görə. Yəni bizə heç nə biz göndərə bilirik onlara, onlar da bizə maşın göndərə bilirlər. Amerikaya görə oldular hamısı. İndi gözlənti var ki, bu tariflər düşəcək aşağı. Ondan Çinli elektrik maşınlar başlar bəlkə gəlməyə ölkəyə. Hal-hazırda yoxdur. Hal-hazırda bizdə ancaq Yaponiya, Koreya, Amerikan və Avropa maşınları, yəni ancaq bunlardan başqa heç bir maşın yoxdur. Kanadanın özündə çoxlu istehsal var, avtomobil istehsalı. Yapon maşınların çoxsu Kanadada istehsal olunur və Amerikan maşınları istehsal olunurdu. İndi
Trump onu dəyişmək istəyir, belə deyək. Çoxlu zavodları Amerikaya təzədən göndərirlər. Yəni buradakı zavodlar bağlanır, yəni azalır. Bizdə məsələn Forddur, General Motors'dur, bunlar var, Honda var, yəni Toyota var. Bunlar hamısı burada istehsal olunan maşınlar. Çünki burada Kanadada əmək haqqı daha aşağıdır Amerikadan. Ona görə sərf verir ki, burada istehsal eləsinlər, bunu göndərsinlər Amerikaya məsələn. Yəni indi onu Trump dəyişmək istəyir. Ona görə bizim iqtisadiyyatda biraz durumluq var. Məsələn, metal, Kanada çoxlu metaldır, ağacdır, bunları eksport edirdi Amerikaya. İndi tariflər o qədər artıb ki, indi onun eksportları azalır. Yeni bazarlar axtarır indi Kanada. Mən də demələr ki, çatmışam məşq salona. Belə bir video yazdım sizə. Elə bilir mənim məşq salonum, görürsünüz nə boydadır. Elə fitness. Hər yerdə var bunlar. Belə işlər. Hər kəsə çox sağ ol ki, baxdınız videoya. Yeni videolarda inşallah olacaq dediyim kimi. Hamıya yaxşı günlər, yaxşı istirahətlər. Özünüzə yaxşı baxın. Sağlam olun. Sağ olun.